Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Sona Məmmədova, Ellər Akademiyinin Azərbaycan dili müəllimiyim. Hər birinizi xoş gördük. İstədim ki, uzun müddətdir sizinlə video paylaşmırıq. Niyə də video paylaşmayaq? Yəni izah videolarını nəzərdə tuturam. Ona görə də bu gün qrammatikadan öz hazırladığım bir neçə suallar var və sizinlə bir yerdə onlara baxıb həm təkrar eləmiş olarıq, həm də nələrsə yeni bir şey öyrənmiş olarıq. Ona görə də nə edirik? Dəftəri və qələmimizi hazır eləyirik. Qeydlərimizi, Sona müəllimənin taktikalarını, qızıl qaydalarını yazırıq. Amma buna keçməmişdən əvvəl sizə qısaca bir məlumat vermək istəyirəm. Bildiyiniz kimi biz bu ili gözəl bir şəkildə, uğurlu bir şəkildə başa vurduq gözəl nəticələrimizlə. Əslində mən hamınız bilirsiniz, Ellər Akademiyaya ilin ortalarından gəlmişdim. Ortaları deməyək, ortalarına yaxın deyək. Hardasa oktyabrın axırı idi, səhv eləmirəmsə. Oktyabr ayı idi. Amma buna baxmayaraq bir çox şagirdlərimiz oldu və onlarla 6-7 ay hazırlaşdıq mükəmməl bir şəkildə. Əlavə dərslərlə elə olurdu həftədə 3 dəfə, 4 dəfə, bəzən 5 dəfə, bəzən də 7 dəfə bütün əlavələrə qoşurdum həmin şagirdləri. Və bütün bu əziyyətimizin bəhrəsi həqiqətən də imtahanda özünü göstərdi. İstər 9-cu siniflər olsun, hələ cavabı çıxmasa da, amma orada da gözəl uğurlarımız var. İstər 9-cu siniflər olsun, istər 11-ci siniflər olsun. Hər birində, yəni hər bir buraxılış imtahanında mükəmməl nəticələr əldə elədik və bununla qürur duyuram. İndi isə inşallah bu nəticələrin sağ əli blok imtahanında olan şagirdlərimizin başına. İnanıram ki, onlar da ümidimizi doğruldacaq. Çünki hər birindən yenə çox çalışırıq. Həftədə 4 dəfə dərslər keçirik, sınaqlar işləyirik, izahlarımız olur. Yəni çox çalışırıq və çox çalışanda da əziz şagirdlər bunu unutmayın. Mütləq ki, əməyinizin bəhrəsini görürsüz. Bu da fakt olaraq bu ildə hamımızın gözünüzün qabağında, yəni o yüksək nəticələr göstərən şagirdlərin hər biri öz müəllimləri ilə yəni əməkdaşlıq eləyərək, belə deyək də, hər ikisi öz əməyini ortaya qoyaraq mükəmməl nəticə ortaya çıxaran uşaqlardır. Yəni bir tərəfli olmur əlbəttə ki. Məsələn, ola bilər ki, müəllim çox mükəmməl müəllim olsun, mükəmməl izahlar olsun. Amma şagird əgər həvəssizdirsə, tənbəldirsə, bir məqsədi yoxdursa, disiplini zəifdirsə, əlbəttə ki, müəllim nə qədər savadlı olsa da, müəllim nə qədər yaxşı öyrətməyi bacarsa da, amma ortaya gözəl nəticələr çıxmaya bilir, çıxmır da. Ona görə də mən həmişə inanıram ki, bu qarşılıqlıdır. Yəni müəllimdən də asılıdır, şagirddən də asılıdır əlbəttə ki. Həm müəllim qarşısındakına daha rahat və doğru şəkildə çatdırmalıdır, əsl biliyi verməlidir ən rahat şəkildə. Həmçinin də şagird də öz üstünə düşən öhdəliyi yerinə yetirməlidir. Yəni siz əgər yüksək bal toplamış şagirdlərimizdən soruşsaz, elə belə söhbət eləsəz ki, necə o balı toplayıb, hamısı deyəcək, eyni cavabı verəcək hamısı sizə ki, dərslərdə aktiv olaraq, sınaqlara gedərək, daim müəllimlərinə suallar verərək. Hətta elə şagirdlərim var idi ki, indi adını çəkməyəcəm, çünki onsuz da o qədər şagirdlərim, birini çəksəm digərləri küsəcək. Çünki çox şagirdlərim var idi bu il aktiv olan. O qədər xoşuma gəlirdi, o qədər ləzzət eləyirdi. Özü heç mən deməsəm belə, özü fərqli-fərqli kitablardan oxuyub, müqayisə eləyib, oradakı fərqliliklərdən mənə suallar verirdi və o qədər zövq verirdi ki, yəni bu şagird öz üzərində işləyir. Yəni ancaq müəllim tapşırıq versin, mən onu yola verdi, yazım, dərsə gedim, başım sakit olsun tipdə deyil də, özü öz üzərində də işləyən, müəllimin verdiklərindən əlavə sınaq işləyən olsun və yaxud da suallarını oradan başa düşmədiklərini verən olsun. Yazırdılar mənə. Gecə saat 2-yə qədər onları cavablayırdım, əlavə sualları. 12-də bitirdi dərsimiz, bütün gün dərslərdə olduğumuz üçün. 2-yə qədər də gəlin sualları cavablamağa çalışırdım və sualları gördükdə həqiqətən də yəni bu şagird bu sualı maraqlı sualdır, çətin sualdır, necə tapıb, hardan tapıb çox həqiqətən də zövq verirdi ki, deməli özlərində işləyən şagirdlərimiz çoxdur. Bu söhbəti niyə açdım? Gələn 11-lər üçün, yəni gələn ilin 11-ləri üçün, artıq 10-cu sinifi bitirmisiniz və yaxud da 9-lar üçün, 8-lər üçün, yəni gələn il imtahan verəcək şagirdlərimiz üçün qısaca bir söhbət açmaq istədim. Sizinlə söhbət eləmək istədim ki, uşaqlar, həqiqətən də çalışmaq lazımdır, həvəsli çalışmaq lazımdır. Yəni həvəssiz şəkildə, yenə deyirəm, bayaq dediyim kimi, başım rahat olsun, sadəcə tapşırıqları eləyim, gedim, üzümə danlıq gəlməsin, valideynimə zəng gəlməsin tipdə hazırlaşırsınızsa, əlbəttə ki, yüksək nəticə, yəni gözlənilməz möcüzə olmalıdır ki, siz belə yüksək nəticə əldə edəsiniz. Ona görə də çalışmaq lazımdır, ən önəmlisi. Və həvəslə çalışmaq, həvəslə, disiplinlə və
Mənə desələr ki, burada ən önəmli şeylərdən biri nədir? Birini də deyərəm ki, davamlılıq. Yəni bir gün tam həvəslə çalışıb həvəsin soymağındansa, bir günə məsəl üçün böyük bir hədəf qoyub 500 test işləyəcəm deyib, onu işləyib sabahsı gün sönməkdənsə, bir ayda elə sönülü qalmaqdansa, az-az, amma yəni o deyirlər kəmiyyət yox, keyfiyyət önəmlidir. Həqiqətən də kiçik hədəflərdən başda az-az artır və bir də görəcəksən ki, bir aya belə özündə böyük bir dəyişim var. Yəni sən sınaqlar işləmisən, bilmədiklərini qeyd eləmisən, o mövzulardakı zəifliyini tutmusan, o zəiflikləri həll etməyə çalışırsan. Belə bir aya belə, yəni sizi tam əmin edə bilərəm ki, bir aya belə böyük dəyişikliklər mümkündür. Bu özümün də, yəni abituriyent vaxtı başıma gəlmiş bir şeydir tarix fənnindən. Yəni bir ay yarıma, təxminən 2 aya yaxın böyük bir dəyişmə. Mən tarixi götürmədiyimi, başa düşmədiyimi, qavramadığımı sanırdım. Amma sən demə, hər şey istəyimizdən asılı imiş və bunu dəyişə bilmişdim. Sözümün canı nədədir? Blok imtahanına hazırlaşanlar da bu videoya baxırsa, onlar üçün də qısaca bir şey deyim ki, məsələn, mən özüm birinci şansda 406 bal, ikinci şansa isə, yəni arasında çox qısa bir müddət var da, düzdürmü? Tarixdən zəifliyim olduğu üçün, bayaq dediyim məsələ, tariximi gücləndirməyə fokuslandım və həqiqətən də qaldırdım və ikinci şansda 522 bala qaldırmışam. Yəni siz bəzən məndən soruşursunuz ki, müəllimə bir aya nə dəyişəcək, onsuz da öyrəndiyimi öyrənmişəm və s. Yəni görün bir ay yarıma, 2 aya bunu eləmək mümkündürsə, yəni 406-dan 522-yə qaldıra bilmişəm. Bu 116 bal eləyir. Yəni 116 bal qaldırmaq belə mümkündürsə, siz niyə bunu bacarmayasınız? Siz hətta bəlkə 150 bal qaldıra bilərsiniz bu şansdan o şansa. Yəni buradan bloka hazırlaşanlara da qısaca bir mesaj ötürmək istədim ki, dəyərləndirin. Son günə qədər olan vaxtınızı dəyərləndirin. Çoxlu sınaq işləyin, zəifliklərinizi tamamlayın, praktik eləyin. Yəni əmin olun ki, çox şey dəyişə bilərsiniz. Bunun şəklini çəkib göstərmək mümkün deyil. Burada göstərə bilirəm ki, sizin potensialınız nələrdir, amma həqiqətən də bacararsınız. Uşaqlar ən əsas istəyib və çalışmaq lazımdır. Bu da belə, çox uzun danışdıq. Bir də soruşursunuz, şagirdlərimiz soruşur. Uşaqlar artıq bizdə maşallah bu ilki nəticələrimiz çox yaxşı olduğu üçün bir çox şagirdlər bu ildən gələn il üçün qeydiyyatdan keçiblər. Yəni biz iclasda da danışmışdıq. Həmin videoda Ellər Akademiyada paylaşılıb bir neçə gün əvvəl. Orada da qeyd elədi Nicat müəllim ki, bəs artıq qrupdakı saylar belə, yəni uşaqların hər birinin sayı məlumdur bizdə. Neçə qrupda neçə nəfərdir? Əyani qruplarımızda bir qrup tam dolub, digər qrup isə dolmaq üzrədir. Daha sonra onlayn qruplarımızdan biri tam dolub, əslində birini açacaqdıq, amma ikincisini də aça bilərik beləcəksə. Çünki qruplar çox sürətli bir şəkildə dolur. Əslində kurs olaraq yəni bu yaxşı bir şeydir bizim üçün, hər birimiz üçün. Yəni hər bir Ellər Akademiyasının hər bir müəllimlərinin iclasda danışdıq ki, qrupları artıq dolur. Bu sevindirici haldır, amma bir tərəfdən də yəni bu fürsəti dəyərləndirməyən şagirdlər üçün mənfi bir haldır ki, çünki gələn il yəni qruplara qəbul olunmaya bilər, çünki qruplar artıq dolur. Yəni bunu da sizin nəzərinizə çatdırmaq istədim ki, əgər hansınızınsa fikrində növbəti tədris ilindən bizlə, yəni kursla davam eləmək fikriniz varsa, dərslərimizə qoşulmaq fikriniz varsa, indidən uşaqlar ekranda da gördüyünüz nömrələrə yazaraq mütləq qeydiyyatdan keçin. Çünki yəni sadəcə qeydiyyatdan keçirsiniz də. Çünki qeydiyyatdan keçməyəndə yenə deyirəm, sonradan artıq qruplar dolanda bu sizin üçün çətin olacaq və təəssüf ki, şagird qəbulu elə mən özümdən də deyirəm, yəni qruplar dolanda, o limit dolanda şagird qəbulunu dayandırmalı oluruq. Bu da nəzərinizdə olsun. Bir sözlə, növbəti tədris ili üçün bizlə davam eləmək istəyənlər qeydiyyatdan indidən keçə bilərlər. Deyəcəklərim bu qədər. Motivasiya ilə çalışın, uşaqlar çalışan qazanır. Bu motto ilə də davam edirik. İndi baxaq istəyən suallara. Deməli, birinci sualda cümlələrin birində mürəkkəb xitab və ara söz işlənmişdir. Deməli, mürəkkəb xitab istəyir bizdən və ara söz istəyir. Daha doğrusu mən hazırlamışam, yəni istəyirəm. Deməli, uşaqlar, mürəkkəb xitab nədir? Birinci buna toxunmaq istəyirəm. Mürəkkəb xitab deyəndə bəzən şagirdlər elə bilir ki, söz mürəkkəb söz olmalıdır. Mürəkkəb söz yox, mürəkkəb xitab başqa şeydir. Biz bunu cümlə üzvlərində də demişik. Cümlə üzvlərində də belədir, xitabda da belədir.
Əgər nitq hissəsindən ifadə olunursa, sadə xitabdır. Söz birləşməsindən ifadə olunursa, mürəkkəb xitabdır. Bu cümlə üzvləri üçün də keçərlidir. Məsələn, nitq hissəsindən ifadə olunan mübtədadırsa, biz buna sadə mübtəda deyəcəyik. Amma söz birləşməsindən ifadə olunan mübtədadırsa, mürəkkəb mübtəda deyəcəyik. İndi söz birləşməsindən ifadə olunan xitab axtarırıq və ara söz axtarırıq. Ey insan, sənin bu doğma diyardan başqa gediləcək yerin yoxdur. Burada xitab budur. Amma mürəkkəbdirmi? Xeyr. Çünki burada ey nidadır da, bu söz birləşməsi deyil. Belə getməz ay oğul, bəlkə valideynlərini bu qədər incitməyəsən. Ay oğul yenə mürəkkəb xitab deyil. Bizim bu məsələdən xəbərimiz yoxdur. Görünür bu işdə başqasının əli var. Burada ümumiyyətlə xitab yoxdur, təkcə ara sözümüz var. Ey doğma xalqım, sizin bu sevginiz sözsüz ki, bizim üçün çox dəyərlidir. Aha, ey doğma xalqım, baxın doğma xalq. Birinci növ isim birləşmədir, nida ilə işlənib, çağırış nidasından. Və sözsüz ki də ara sözümüzdür. Şərtimizi tam ödəyir. Ona görə də cavab D variantı olacaq. Sözün doğrusu, mənim bu işdən gözüm su içmir, bala. Burada da xitabımız sadədir deyə götürmürük. Daha sonra deməli, düzgün yazılmış sözlər. Düzgün yazılmış sözlər istəyir bizdən. Tövsiyə. Tövsiyə düzdür, götürərəm. Kineskop düzdür, götürərəm. Cah Cəlal yox, uşaqlar, bunu çox vaxt çaşırlar deyə özüm saldım. Cah Calal olmalıdır gənclər. Ona görə də səhvdir bu. Bəyan sözündən bəyanat olmalıdır. Bəyan, bəyanat. Məsələn, tələb, tələbat, təbliğ, təbliğat. Düzəltmə sözlərdir özdə. Bu da səhv yazılıb. Daha sonra müntəzəm, daimi düzdür. Elincə dedim, tələb sözündən tələbat olmalı idi, səhvdir. Cavabımız olacaq 1, 2, 5. O da D variantı. Daha sonra lalə şəkilçisini hansı sözdə həm leksik, həm də qrammatik şəkilçi kimi düşünmək olar. Məncə artıq seçdiniz. Hətta videonu dayandırıb özünüz variant yaza da bilərsiniz, variantları, sonra da yoxlaya bilərsiniz. Burada deməli cavab gözlə sözü olacaq. Niyə? Biri var deyirəm ki, gözlə görmək. Burada qoşmadır. Yəni isim plus qoşma. Burada lalə qoşmasıdır. Düzdürmü? Yəni göz ilə görmək. Nə ilə görmək? Biri də var deyirəm ki, məni gözlə. Burada artıq göz ismindən gözləmək fiili yaranıb. Deməli, həm leksik şəkilçi kimi, həm də yəni adlardan feil düzəldən leksik şəkilçi olaraq, həm də qoşma, isim plus qoşma olaraq düşünmək olar. Və cavabımız olur B variantı. Daha sonra deməli, yer zərfini seçin. Bunu ayrıca salmaq istədim. Yəni sadə sual olaraq bunu verdim araya. Deməli, yer zərfi deyəndə bəzən uşaqlar evdəki, dəfələrlə görmüşəm bunu, evdəki sözünü və yaxud da şəhərdəki sözünü yer zərfi olaraq götürürlər. Uşaqlar, aşağı yer zərfidir, amma aşağıdakı. Daki harda gördünüzsə, o sifət düzəldən şəkilçi. Yəni sifətdir, başqa yolu yoxdur. Siz buna elə çoxunuz sual verirsiniz, haradakı. Haradakı yox, hansı? Özdə yadınızdadırmı? Çı, ki, çu, ki, hər tərəfli təkrar eləyirik sizinlə bir yerdə. Yada salaq. Çı, ki, çu, ki, bir də dakı, dəki şəkilçisi ilə düzələn sifətlər özdə. Yalnız hansı sualına cavab verirdi, yadınızdadırsa. Elə burada deməli sifətdir və hansı sualına cavab verib. Üz aşağı, bəli, yer zərfidir. Yer zərfləri uşaqlar istiqamət bildirir də bildiyiniz kimi. Məsələn, aşağı, yuxarı, sağa, sola, ora, bura, üzü yuxarı, üz aşağı və s. Dünən zaman zərfidir, ona görə götürmürük. Axşamki yenə nə olacaq? Siz deyin. Çü, 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 çü dedik ki, sifət düzəldir. Ona görə də bu sifətdə artıq sinfə də ki, isimdir. Bundan işimiz yoxdur. Daha sonra deməli, biri qarşılıq növdə keçmiş zamanda olan feildir. Deməli, həm keçmiş zamanda olsun, həm də qarşılıq növdə olsun. O saat yadımıza salırıq. Qarşılıq növü şəkilçisi nə idi? Iş, iş, uş, üş. Və keçmiş zamanda olsun, qarşı-qarşıya ya da bir qarşı-qarşıya olmalıdır. Güləşdiniz sözündə qarşı-qarşıya olub bizi çaşdırsa da, amma şəkilçimiz yoxdur. Güləşmək, güləşdiniz. Düzdürmü? Ona görə də biz bunu qarşılıq növ yox, məlum növ götürəcəyik. Məlum. Vuruşurlar. Vurmaq, vuruşmaq, vuruşurlar. Aha, həm qarşı-qarşıya vuruşurlar
həm də ki, qarşılıq növdədir. Amma bir şey pozuldu. Keçmiş zaman istəmişdi bizdən. İndiki zaman deyə götürmürük. Yazmaq, yazışmaq, inkardır bildiyiniz kimi, asaiti düşüb. Yazışar, yazışmaz. Qeyri-qəti gələcək zamandır və larlər var. Deməli, burada gələcək zaman olduğu üçün götürə bilmirik. Danışacaqlar, yenə gələcək zamandır. Danış, kök, acaq, həm də məlum növdədir. Ona görə bunu da götürmürük. Elə cavab Y variantıdır. Salam sözün kökü, salamlamaq, salamlaşmaq. Yəni, burada ış şəkilçisi var. Salamlaşdıq keçmiş zaman, bunlar da qrammatik. Elə həm keçmiş zamanımız var, həm də deməli, qarşılıq növün ış şəkilçisi var. Daha sonra deməli, morfoloji yolla yaranmış, çoxaltma dərəcəsində olan sifəti müəyyən edin. Morfoloji yolla yaranmış çoxaltmanı axtarırıq. Morfoloji yolla nə ilə yaranırdı uşaqlar? Şəkilçi ilə yaranırdı. Balaca adi dərəcədir, bundan işim yoxdur. İngiliscə, C burada zərf düzəldən şəkilçidir. Bu arada balaca sözün köküdür. C burada zərf düzəldən şəkilçidir, ona görə bunu çıxırıq. Dümdüz. Deməli, dümdüz, düz sözün köküdür. Dümdəki bu iki hərfini yenidən yazıb və m-pırısı samitini istifadə edib. Biz də demişdik, morfoloji üsulda həm şəkilçi ilə yarana bilir, həm də m-pırısı samitlərinin qıpqırmızı, sapsarı, qoskoca və s. Dümdüz. Elə bu da o tipli sözlərdəndir. Cavab C variantı olacaq. Düm ağda düm hissəci ilə yaranıb, ona görə sintaktik üsulla yaranıb. Tünd sarıda da yenə sözlə yarandığı üçün sintaktik üsuldur. Bizdən morfoloji üsul istəmişdi. Daha sonra sayılardan yalnız birinin yazılışı doğrudur. 10-cu. Burada un olmamalı idi. Yəni 10 defis cu. İkisində doğrudur bu. 56 56 olmalı idi. Oxunuşu bu şəkildədir. Ona görə də bu da getdi. Roma rəqəmlərindən sonra defis qoyub şəkilçi qoymaq olmaz. 16-da da ayrı yazılmalı idi. 16. Ona görə də cavabımız olacaq B variantı. Bu arada bununla bağlı sizə bir qeyd demək istəyirəm. Məsələn, biz bunu rəqəmlə yazanda, daha doğrusu hərflə yazanda belə yazırıq, düzdürmü? İkisində mənsubiyyət var. 2 kök, sin mənsubiyyət, də qrammatik hal şəkilçisi. Amma biz bunu əgər rəqəmlə yazsaq, bu düşəcək. 2 defis də olacaq. Görürsünüzmü? Mənsubi şəkilçi yazılmayacaq. Bu da nəzərinizdə olsun. Yəqin ki, özünüz üçün qeyd götürdünüz. Daha sonra zaman əlaqəli tabesiz mürəkkəb cümlə. Deməli, zaman əlaqəli olsun və tabesiz mürəkkəb cümlə olsun. Nə o bizə bir söz deyirdi, nə də biz ona baxırdıq. Birinci mürəkkəb cümlə olub olmadığına baxaq. Nə edirdi, deyirdi, kim, o. Nə edirdi, baxırdıq, kim, biz. Mürəkkəb cümlədir və həqiqətən də tabesizdir, bir o birisindən asılı deyil. Zaman əlaqəlidirmi? Bəli, zaman əlaqəlidir. Ümumiyyətlə, mən şagirdlərimə də həmişə bir taktika deyirəm ki, bundan bağlı. Nə də bağlayıcısı varsa əgər cümlədə, o adətən zaman əlaqəli tabesiz mürəkkəb cümlə olur. Yəni, eyni zamanda baş verir. Nə o danışır, nə biz dinləyirik, məsələn. Eyni zamandadır. Ona görə də bu zaman əlaqəlidir. Elə cavabımız da bu olacaq. Gah sevincini bölüşür, gah da köhnə vaxtları xatırlayıb kövrəlirdi. Burada deyəcəksiniz bölüşdürmə, amma deyil. Niyə deyil? Çünki burada sadə cümlədir. O bölüşür, o xatırlayıb kövrəlir. Bu ümumiyyətlə sadə cümlədir. Bundan işim yoxdur. Nə qədər dedisə, sahəsə gördümsə, bu artıq tabeli mürəkkəb cümlədir. Bunu da çıxıram. İstədiyi sahəyə yönələcəkdə ailəsi razı olmadı. Burada ammanı bərpa eləmək olur. Ona görə də zaman əlaqəli yox, qarşılaşdırma əlaqəlidir. Yəni, istədiyi sahəyə yönələcəkdir, amma ancaq bərpa eləmək olur. Ailəsi razı olmadı. Daha sonra hərə bir işlə məşğul idi. Bu da aydınlaşdırma əlaqəlidir. Kimi odun toplayır, kimi süfrə salır. Zaman əlaqəli yox, aydınlaşdırma əlaqəlidir. Daha sonra 9. Tünd qarı hərflərlə verilmiş sözlərdən hansılar adlı haldadır? Deməli, adlı hal soruşur. Bugündən sağlam həyat tərzi. Baxın, həyat tərzi. Buradakı mənsubiyyət bizə çox şey deyil. Tərz nəyə aiddir? Həyata aiddir, düzdürmü? Həyatın tərzi. Deməli, bu gizlənən yiyəlikdir. Həyatın tərzi. Bizə nə istəyirdi? Adlıq istəyirdi. Yox, bu adlıq deyil. Həftə sonlarına, yenə baxın, həftə sonları həftəyə aiddir. Deməli, buradakı da yiyəlikdir. Həftənin sonları gizlənən yiyəlikdir. Bu da yox.
Böyüyün sözünə baxmayın, insan peşman olar. Nə edər peşman olar? Kim insan? Mübtəda vəzifəsində olması da bizə kömək eləyir ki, bu bilinir ki, adlı haldadır. Elə bunu götürərik. Babamgilin həyəti rəngbərəng güllərlə bəzədilmişdi. Burada həmişə uşaqlar çaşır. İyini görüb təsirli hal deyə bilərik, amma deyil. Niyə? Çünki i həm ancaq təsirli halda deyil, həm də mənsubiyyət də ola bilər. Burada mənsubiyyətdir. Baxın, babamgilin həyəti. Həyət kimə aiddir? Babamgilə, babaya aiddir. Görürsünüzmü? Aidlik varsa, kiməsə aidsə, mənə aidsə, sənə aidsə, ona aidsə, o zaman mənsubiyyətdir bu. Bu mənsubiyyətdir, yazıram mənsubiyyət, ona görə də adlıq. Elə bunu da götürürəm. Gedəni saxlamazlar. Kimi, gedəni təsirli haldadır, bu da yox. Bizdən həm isim istəyirdi. Hə, söz deyirmiş. Əgər adlıq halda olsa götürə bilərdik, feil olsa da. Amma adlıq halda deyil, ona görə də götürmüş və 3-4 olur cavabımız. O da olacaq. Deməli, C variantı. Daha sonra deməli, aşağıdakı şeir parçasında işləmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin. Deməli, məna növü və sayını. Vicdan saldı məni, bax belə dərdə, mən ondan qaçanda qaçdım özümdən. İçimdə başlanan çəkişmələrdə gizlənpaç oynadım vicdanımla mən. Deməli, burada baxaq. Gəlin işarələyək, ya da elə qırmızı ilə işarələyək. Məni 1, daha sonra belə dərd, necə dərd 2, əvəzlikləri hələ işarələyirəm. Sonra burada mən var, ondan kimdən var, özümdən var. Sonra bir də burada mən var. Bax, görək indi. Bax, bir şəxs, 2 şəxs, 3 şəxs, 4 şəxs. 4 dənə şəxs, belə dərd, bir dənə işarə, bir də öz. Özdə təyin əvəzlikdir. Bir dənə də təyini. Baxaq görək, varmı elə variantımız? 4 şəxs, aha, bir işarə, bir təyin. Cavabımız olacaq B variantı. Aha. Daha sonra amonim frazoju birləşmədir. Deməli, yola getmək, başa vurmaq. Yola getmək, uşaqlar, kimləsə yola getmək, mehriban olmaqdır, amma belə amonimlik yoxdur başqa. Sonra başa vurmaq, aha, başa vurmaq biri var ki, kiməsə yaxşılıq eləyirsən və onu başa vurursan da, başına qalxmaq mənasında. Mən sənə bu yaxşılıq elədim deyə üzünə vurmaq. Bir bu mənada başa vurmaq. Bir də ki, məsələn, o kitabı oxuyub başa vurdu və yaxud da ömrünü başa vurdu, bitirmək mənasında. Elə cavab bu olacaq. Amma uşaqlar, kitabı başa vurmağı götürmürük. Çünki kitabı başa vurmaq həqiqi mənadadır. O frazoji amonimliyi sayılmır. Yaxşılıq etmək ümumiyyətlə mürəkkəb feildir, frazoji deyil. Ağzına su alıb oturmaq frazojidir, amma amonim deyil. Yəni bir mənası var. Susmaq deməkdir. Zəncir çeynəmək, əsəbləşmək deməkdir. Bir mənası var, amonimliyi yoxdur. Biri feildən düzələn, sifət işlənmiş cümlədir. Deməli, feildən düzələn sifət olsun. Burada ümumiyyətlə sifət görürük, kiçik söz var, amma feildən düzəlməyib, sadədir. Biz ora çatanda hər şey düzəlmişdi. Burada ümumiyyətlə sifət yoxdur. Burada sifətdən düzəlmiş feil var. Bizdən tərsini soruşur. Çatışmayan tək şey düzgün bir plan idi. Aha, şübhəli şəxsi tapdıq. Düzmək, düzgün. Uşaqlar, bunu çox soruşursunuz. Bunun üstündə bir dənə durmaq istəyirəm. Deməli, düzgün sözündə bəzən uşaqlar deyir ki, müəllimə, bunun kökünün sifət olması daha məntiqlidir, daha düz sözündən düzgün. Amma gənclər, biz faktlarından danışmalıyıq və ğıncin şəkilçisini, mən şagirdlərim də artıq, mən deməmiş bildi nə edəyəcəm, o taktikanı demişik. Yəni, başqa bir sözdə yoxlaya bilərsiniz də. Yoxlayın, görün nəyə artırılır? Məsələn, süzmək, süzgün, ölmək, ölgün, düzmək, düzgün. Deməli, bu şəkilçi feilə qoşulurmuş. Avtomatik bu artıq feildir. Düzməkdən düzgün sifət yaranır. Necə düzgün? Elə bizdən də onu soruşurdu. Feildən düzələn sifət olsun. Cavabımız da C variantıdır. Aha. Daha sonra 13. Biri elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu mənasını ifadə edir. Deməli, elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu. Əlbəttə ki, kolleksiya. Deməli, cavab olacaq B variantı. Daha sonra, deməli, kök bir leksik, 2 qrammatik sxeminə uyğun olan sözləri müəyyən edin. Bir dənə yazaq, kök, bir leksik,
2 qrammatik sxemə uyğun olan sözü müəyyən edin. Bir dəqiqə, 1 leksik, 2 qrammatik. Hə. Deməli, istəyidir. Ayrıca yazaq qarışmasın. İstəmək sözünün kökü istək. Əslində bu çidir. İstəmək istək. Onun istəyi mənsubiyyət, istəyidir şəxs xəbərliyi. Elə bu uyğundur. Dilək. Dil sözünün kökü diləmək leksik, dilək leksik. Bu olmadı. Ələkdə də belədir. Əl sözünün kökü ələmək leksik, ələk leksik. Bu da olmadı. Qırıqları qırmaq kök, qırıq leksik, lar qrammatik, ı qrammatik. Düzdür. Kiçil kök, mək qrammatik. Bu da olmadı. Ona görə də bunu da çıxırıq. Daha sonra təyinə vəzi işlənmiş cümlələri soruşur. Təyinə vəzilər hansılardır uşaqlar? Öz, hər, bütün, filan, eyni. Bir də bəzi kitablarda, köhnə kitablarda rastlaşa bilərsiniz. Cümlə sözü, cümlə hazırda simnimizdə də var. Yəni bütünlüklə mənasında. İndi baxaq, hərə öz bildiyindən danışırdı. Hərə qeyri-müəyyəndir, amma öz var, götürdük. Getdiyi yerlərdə eyni insanlarla eyni var, götürdük. Hər şey bir anda dəyişə bilərdi. Burada hər şey bir yerdədir, parçalamırıq, qeyri-müəyyəndir. Daha sonra həmin insana deyiləcək, həmin işarədir, o şəxsdir, başqa da yoxdur. Dostun hər nöqsanını, hər də təyin əvəzlikdir, ona görə də 5 də götürük. Və cavab olur 1, 2 və 5. Və beləliklə, əziz şagirdlər, suallara baxdıq sizlə bir yerdə. Məncə maraqlı suallar oldu, həm də taktikalar oldu. Ümid edirəm bunu dəyərləndirib qeyd eləmişsiniz qeydlərinizi. Bəzən qeydlərinizi şəklində çəkib atırsınız, çox xoşuma gəlir. Ki, səliqəylə qeyd edirsiniz, yazırsınız orada. Və videonu belə sonlandırmaq istəyirəm. Xüsusilə blok imtahanı hazırlaşanların əgər bu videonu izləyirlərsə, bilirəm ki, hal-hazırda biraz həyəcanları çoxdur. Uşaqlar həyəcanlanmayın. Həyəcan olacaq əslində, amma həmişə dediyim kimi bunu idarə eləmək lazımdır, idarə eləməyi öyrənmək lazımdır. Çalışın onu minimuma endirəsiniz və ən əsas məsələ bu son günlərinizi çoxlu sınaq işləyərək yəni daha səmərəli keçirmiş olarsınız. Yəni ancaq çoxlu sınaq işləmək. Çalışın burada artıq mövzuları öyrənməyin. Çünki öyrəndiyinizi öyrənmişsiniz, bu son deyil də. Artıq öyrəndiklərinizi sadəcə praktik eləmək və çoxlu sınaq işləməyi sizə tövsiyə edirəm. Əmin olun ki, bunun da böyük bir bəhrəsini görəcəksiniz. Həmçinin ikinci şansa da ciddi şəkildə hazırlaşmanızı tövsiyə edirəm. Çox ciddi şəkildə. Yenə deyirəm, əvvəlki qaydaya, əvvəl dediyimə əsasən, yəni mən özüm sırf tarixim bircə zəif idi o vaxt, abituriyent vaxtı və düşünürdüm ki, tarix mənlik deyil. Sadəcə beynimə bunu fokuslamışdım. Yəni tarix mənlik deyil deyə beynimə bunu salmışdım. Tarix də bizə o vaxt 200 bal verirdi. Azərbaycan və tarixdə. Azərbaycanın da 200 bal verirdi tarixdə. İndi sizdə 150 baldır. Və təsəvvür edin 200 bal verən fəndən mən çox zəif idim. 5-6 düz yazırdım. O birislərin hamısını maksimum yazırdım. Bizdə 25 sual idi hər fən. 25-dən 25 yazırdım. Amma tarixə gələndə təkcə tarix, yəni 5-6 düz olurdu. Bir də riyaziyyatdan 17-18 düz olurdu ya da 19 falan belə. Amma o birislər həmişə maksimum olurdu. Ya da bir səhv, texnik səhv olurdu sınaqlarda, amma qəbulda da maksimum yazmışdım. Azərbaycanlı da, ingilisini də. Yəni hamısı yaxşı idi, bir dənə tarixlə idi problemim. Və mən 406 bal toplayanda birinci şansda artıq qarşıma hədəf qoydum ki, mən əgər xəyallarıma önəm verirəmsə, tarixə də önəm verməliyəm. Ay tarixi sevmirəm, ay götürmürəm tipli düşüncələrdən azad olmalıyam. İstəsəm bacararam, niyə də bacarmayım deyə baxış bucağımı dəyişdim. Və o ikinci şansa qədər, o 2 aya yaxın bir müddətdə ancaq tarixi toplular üzərində praktik eləməyə başlamışdım. Yəni zəifliyimin üstünə düşməyə başlamışdım. Sizə onu tövsiyə edirəm ki, zəifliklərinizi növbəti şansa qədər test üzərində praktika ilə düzəltməyə çalışın. Və həqiqətən də mən tarixi qaldırdım və 2 aya dediyim kimi növbəti ayda, yəni növbəti şans imtahanında 2 ay sonra 522 bal topladım. Mənim balımdan əlbəttə ki, çox razı idim. Yəni 522 bal mənim üçün yaxşı idi. Amma adam həmişə o düşüncədə olur ki, deməli sən tarixi 5-6 ay əvvəldən oxusaydın 600 plus olurdu. Yəni önünü kəsən tək tarixin olması və
tarixi beyninə salman kimi mən götürmürəm. Yanlış düşüncədə olmaq. Məsələn, 600-dən məni geri salmışdı. Yenə deyirəm, hədəfimə əsas çatdım. Mən 500 plus toplamağı hədəfləmişdim, amma yenə deyirəm ki, yəni siz ən azından bu səhvi eləməyin ki, demək ki, həqiqətən də üstünə düşsəz, istədiyiniz hər şeyi eləyərsiniz. Yəni yalandan beynimizə belə deyək, çərçivələr qoymayaq ki, bu fənn mənlik deyil, bu fənni mən bacarmıram, heç səviyyəsi deyiləm və s. Yenə deyirəm, bunu tam təcrübə ilə sabit özüm yaşamışam. Və öhdəsindən də 2 ayda olsa xeyli bir gəldiyimi düşünürəm. Yəni siz də çalışın, inşallah nəticələriniz çox gözəl olar, hər birinizin nəticəsi ürəyinizdə olsun. Bu videoda bu qədər idi. Özünüzə yaxşı baxın, hər birinizə uğurlar arzu edirəm. İnşallah bütün nəticələrimiz gözəl olsun.